davam edir. Nəzərinizə çatdırım studiyamızın həkim qonağı pediatrik endokrinoloq Samirə xanım Nəsibovadır. Sualı olanlar varsa buyurun. Telefon nömrələrini qeyd eləyin. Əlbəttə uşaqlarınızda hər hansı bir endokrinoloji problem varsa müraciətlərinizi edə bilərsiniz. Mən də xatırladım, verilişimizin sponsoru Parazitalgin məhsullarıdır. Parazitalgin şərbət uşaqlara görə, kapsulası böyüklərə görə, hətta antihelmin çayları var parazit əleyhinə. Sadəcə bunların satışı apteklərdə və digər mağazalarda yoxdur. Əldə etmək istəyənlər var, simptomlar var ki, onunla bağlı biz Nərgiz Tibb Mərkəzinə müraciət etməliyik. Çəkinin yaş normasından geri qalması, iştahsızlıq, ürək bulanma, qusma, ağızdan suyun axması, ishal və qəbizlik, yuxunun pozulması, dişlərin qıcanması, öskürək və bu kimi əlamətlər qurd xəstəliklərinə aid ola bilər, lakin olmaya da bilər. Məhz ona görə Nərgiz Tibb Mərkəzinə müraciət edirsiniz. Ayırd edirlər. Bu əlamətlər həqiqətən parazitar xəstəliklər səbəbilə də, yoxsa yox, problemin ağırlığına uyğun olaraq sizə bu şərbətlər, kapsulalar və ya digər müalicə təyin olunacaq. Təşəkkür edirəm. Xoş gördük. Samirə xanım, necəsiniz? Xoş gördük. Çox sağ olun, yaxşı olun. Təşəkkür edirəm gəldiyinizə görə. Təşəkkürlər dəvətiniz üçün sizdə. Minnətdaram. Boy hormonunun həddindən artıq ifrazı, həddindən az ifrazı, ümumiyyətlə uşaqlarımızda bilirsiniz ki, inkişafında çox böyük problemlər ortaya çıxarır və bu da valideynləri narahat edir. Mən bugünkü gündə boy pozuntusunun nə olduğunu istəyərdim, xatırladasınız. Sizin indi hal-hazırda valideynlər izləyir. Bu arada xüsusilə vurğulayım ki, 0-18 yaş daxil pediatrik endokrinoloq deyirik. Əlbəttə, endokrinoloq həkimlər də bəzən uşaqları müayinə edir, amma bu doğru bir şey deyil. Çünki uşaq böyük insanın kiçik modeli deyil. Uşağın özü ayrı bir insan fərd olaraq düşünülməlidir. Onun problemlərini də yalnız o ixtisasda, misal üçün, ixtisaslaşmış həkimlər müayinəsindən keçirib, müalicəsini yazmalıdır ki, pediatrik endokrinoloq olaraq Samirə xanımı təqdim edirəm. Apara bilərsiniz, övladlarınızı aparın, müayinələrdən keçirsin. Buyurun. İlhamə xanım, ümumiyyətlə boy patologiyaları içərisində hal-hazırda bizə daha çox müraciətlər boy qısalıqlarından bağlı olur. Amma çox düzgün vurğuladınız. Bəzən boy hormonunun aşırı çox ifraz olunması ilə bağlı olaraq orqanizmdə buna cavab olaraq da aşırı yüksək boyluluq da rast gəlinir. Hansı ki, bu da xəstəlik hesab olunur. Amma müqayisədə statistik olaraq təbii ki, bu azdır. Daha çox boy qısalıqlarına rastlaşırıq ki, əgər uşağın həmyaşıtlarına görə boyunun aşırı yüksək olması və ciddi geri qalması görünürsə, yəni biz normalda uşaq endokrinologiyasında bunu persentil standartlarına görə dəyərləndiririk. Amma təbii ki, ailələr persentil standartlarını necə hesablayacağını bilmirlər. Onların elə mövcud həmyaşıtlarına görə etalon götürüb uşaqlarının hal-hazır ki, inkişaf göstəricilərini müqayisə etmələri yetərlidir. Əgər onlardan, məsəl üçün, məktəbli uşaqlardırsa, sinif yoldaşlarından, bağça yaş dövründədirsə, həmyaşıtlarından həmçinin geri qalmasını və ya aşırı inkişafını görürlər, artıq burada hər hansı xəstəlik ola bilər şübhəsi yaranmalıdır və mütləq uşaq endokrinoloquna müraciət etməlidirlər. Çox doğru vurğuladınız. Fürsətdən istifadə edib buradan bugün bir xəstəmlə bağlı hətta belə bir nüans olub, onu çatdırmaq istərdim. Baxın, bu problemlərlə uşaq endokrinoloqları məşğul olmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda uşaq endokrinoloqları azdır və insanlar bəzən düşünür ki, endokrinoloqda da nə fərqi var? Aparaq övladımızı öz endokrinoloqumda, özümün tiroid problemim var, şəkər problemim var. Mənə yaxşı müalicə edib, uşağımda da yaxşı nəticə alacağam. Və belə halda da müraciət edirlər uşaqlarına görə də həmin böyük endokrinoloqlarına. Bugün bir resept önümə gəlib. Uşağın boy qısalığı var, hal-hazırda boy qısalığı var və uşağa boy hormonu təyin edib. Təyin etdiyi boy hormonunun dozası yanlış, istifadə qaydası tamamilə yanlış. Heç bir dünya protokolunda gün aşırı boy hormonu vurulsun deyə bir müalicə taktikası yoxdur. Üstə gəldi, uşağa ümumiyyətlə müalicəyə ehtiyac yoxdur. Bu konstitusional böyümə geriliyidir və bu uşaq yeniyetmə periodunun sonunda sürətli şəkildə boy artımı əldə edəcək kimi görünür. Yəni bu uşağa hal-hazırda heç bir müalicəyə ehtiyac yoxdur. Nəinki boy hormonu, heç vitaminə belə ehtiyac yoxdur ki, çox ağır dərəcədə ona yüksək dozalı və gün aşırı təyin edilmiş, heç bir protokola sığışmayan bir müalicə resept gördüm bugün və məni çox narahat etdi. Əsassız, bəli. Hətta ailəyə də öz iradımı bildirdim ki, yaxşı, siz nəyə görə uşağınızı sırf uşaq endokrinoloquna yox, böyük endokrinoloquna aparırsınız. Axı bu doğru bir müalicə taktikası deyil. Biz fərqini bilmirdik doktor bunun və başa saldım, ətraflı izahat verdim. Təbii ki, müalicəni anında dayandırdıq. Amma belə hallar bizim gözümüzdən qaça da bilər, bizim önümüzə gəlməyə də bilər. Ona görə ailələr sırf ixtisaslı mütəxəssisi seçməyə ciddi şəkildə nəzarət etməlidir. Cinsi inkişaf dövrü kimlərdə olur? Bəlli bir yaşa toxunmuş olsaq, biz artıq o dövrü keçmişik. Bəli. Yəni, boy artımının sürətlənməsi, yavaşlaması, biz o böhranı yaşamışıq. İndi kimin nə qədər, neçə santı boyu varsa,
hansı amillər təsir eləyibsə, hansı faktorlar rol oynayıbsa, artıq olan olub, bitən bitib, belə deyək, bəlkə tam anlaşılar. Amma uşaqlarda inkişafda olan orqanizmlə gedir söhbət. Bunun üzərinə ixtisaslaşmış həkim olmalıdır ki, mənim övladıma elə hormon təyin eləsin ki, o nə az olsun, nə çox olsun. Bəlkə də heç ehtiyacı yoxdur onun hormona. Hər qapımızdan girən qısa boylu uşağa biz hormon təyin eləmirik. Doğru. Çox az hallarda olur ki, həqiqi boy hormonu çatışmazlığı olsun ki, biz orada boy hormonu müalicəsi istifadə edək. Bəlkə də gözləmə taktikasının üstünlük verirsiniz. Əksəriyyət hallarda da onsuz da bu olur. Amma onu ya ailələr ümumiyyətlə qeyri-ixtisaslı həkimlərə aparırlar, ya da ümumiyyətlə həkim yox. Hər hansı tanışlarının, qohumlarının məsləhətindən aptekdən belə gedib dərman alıb istifadə edirlər və sonra nəticə görməyəndə gəlirlər bizə və yaxud da fəsad görəndə gəlirlər bizə ki, biz araşdırdıq, bu dərmanı istifadə etmək doğru deyilmiş və yaxud da biz doğru dozada istifadə etməmişik. Anamnez toplayanda məlum olur ki, heç həkim yazmayıb müalicəni bunlara. Yəni özləri sadəcə öz istəkləri ilə gedib alıb istifadə ediblər. Yəni bu hallar çox tez-tez rast gəlinir bugün. Bu heç doğru bir şey deyil. İnsanın qulağına da xoş gəlmir. Heç kim istəməsi onun övladı gələcəkdə elə bir problem yaşasın. Hormonal dizbalans elədir ki, onun qarşısını almaq bəzən mümkün olmur. Baxın, ümumiyyətlə bu diaqnozları dediyimiz kimi uşaq endokrinoloqları təsdiqləyirsə, müalicədə tərəddüd etmək, müalicədən şübhə etməyə ehtiyac yoxdur. Çünki belə hallarda olur ki, biz uşağın diaqnozunu təsdiqləyirik ki, burada boy hormonu çatışmazlığı var, uşağın boyu ciddi geri qalır. Ciddi geri qalma dediyimiz, yəni yaşıtlarından azı 3 il və üzəri geri qalma deməkdir. Və bu uşaqda hal-hazırda boy hormonu müalicəsindən başqa heç bir seçim preparatımız yoxdur və hansısa bir vitamin, hansısa bir mikroelement bizə kömək eləməyəcək. Amma biz diaqnozu təsdiqləyirik, müalicəni yazırıq. Bir müddət sonra ailə geri qayıdır. 3 ay, 5 ay, 1 il sonra hətta gələnlər olur. Görürük ki, uşağın inkişafı getməyib. Və araşdıran zaman bəlli olur ki, ailə müalicəni eləməyib. Sual verəndə deyirlər ki, doktor, biz qorxduq. Bizə dedilər ki, bu hormonal preparatdır. Uşağın hər hansı bir hormonal statusuna təsir eləyər. Uşağın gələcəyinə fəsad verə bilər. Və bu kimi hallarda müalicəni etməməyimiz bir mənada uşağın böyümə tempini azaldır təbii ki. Və nəticə etibarilə uşaq gəlir bizim gözlədiyimizdən çox-çox aşağı bir boy göstəricisine. Baxın, əgər uşağın diaqnozunu uşaq endokrinoloqu qoyubsa və müalicə endokrinoloq tərəfindən təyin olunubsa, burada şübhə eləməyə ehtiyac yoxdur. Rahatlıqla müalicənizi başlaya bilərsiniz. Və yaxud da ki, bəzən olur, qısa boyla bizə müraciət edirlər və ailəyə başa salmağa çalışırıq ki, sizin övladınıza ümumiyyətlə hormonal müalicə qalsın bir tərəfə, heç vitamin terapiyasına belə ehtiyac yoxdur. Amma təkidlə deyirlər ki, biz boy hormonu istifadə eləmək istəyirik. Baxın, bu da yanlış bir şeydir. Bu, bizim ailələrin istəyinə bağlı olan bir şey deyil və bu məndə həmişə qəzəbə səbəb olur və onlara başa salmağa çalışıram ki, burada biz sizin istəklərinizə, arzularınıza yox, mövcud xəstəliyə, mövcud problemə yönəlik nəzarət eləyirik, yönəlik, yəni araşdırma aparırıq və nə ehtiyac varsa həkim deyəcək. Burada hansısa bir arzu istəyin qəbul olunması hormonal sferada yol verilən bir şey deyil. Yəni bunu ailələr bilsinlər. Bətindaxil inkişafda əgər uşaq geriləməsi görülürsə, doktor, o nə deməkdir? Orada bir proqnoz vermək olarmı ki, bu ömürlük qısa boylu qalacaq? Bəli. Və ya haradasa bir ümid yeri varmı? Biz həmişə deyirik, axı, formalaşma bətin daxilində gedir. Endokrinoloji müayinələrdən hamiləlik dövründə keçənlər demək olar ki, barmaq sayı qədərdir. Bəlkə də heç yoxdur. Əlbəttə ki, etibar edirik ki, mama ginekoloqlar bunu eləyəcək. Bəzən bu yayınır, heç ehtiyac görülmür. Genetik xüsusiyyətlər daha sonrasında problemi araşdırarkən müalicə axtaranda ortaya düşür. Sadəcə qısa boyluluq deyil, elə uca boyluluq da bəzən genetik xarakter daşıyır, hətta problem yaratmış olur. Yəni, daha sonrasında hansısa problemin arxasınca getmək bəzən bizə müsbət nəticə vermir, xüsusilə də bu mövzularda. Ona görə bu bətin daxili dövrdə... İlmi xanım, əslində bu mövzu mənim həm də elmi araşdırma mövzumdur. Bilirsiniz ki, mən uşaqlarda boy hormonu çatışmazlığı, hormonal statusun ümumiyyətlə patologiyaları və müalicənin gedişi ilə bağlı uzun illərdə artıq elmi araşdırma aparıram və yekunlaşdırmaq üzrəyəm. Və burada bizim əsas hədəfimiz sırf yarımçıq doğulan uşaqlar və həmçinin gestasiya yaşına görə az kütlə ilə doğulan uşaqların sonraki izləmidir. Yəni, elmi işimizin əsas, belə deyək, özəyi budur. Və burada mən araşdırma aparan zaman mənə bəlli oldu ki, Respublika statistikasına görə əslində bu uşaqlar çox-çox gecikmiş halda həkimə müraciət edirlər və səbəb sadəcə olaraq oturub nə vaxtsa böyüyər deyə ailələrin
zaman itirməsi də əslində qazanması yox, itirməsi deyil. Çünki onlar ümid edirlər ki, bir müddət sonra uşaqları böyüyəcək, amma təəssüf ki, yəni elə bir yaş dövründə gəlirlər ki, çox az bir vaxtımız qalmış olur. Ümumiyyətlə Doppler müayinələrində belə doğru vurğuladığınız yanlışlar çox olur təbii ki, amma uşaqların, daha doğrusu dölün gestasiya həftəsinə görə normativləri qeyd olunur və hər bir gestasiya həftəsinin öz normativi var, kiloya və boya görə. Amma doğulan bir uşaqda, əgər vaxtında doğulubsa, yarımçıq doğulanlar təbii ki, həftəsinə görə nəzərə alınır, amma vaxtında doğulubsa, uşağın ən azı 2500 qram çəkisi olmalıdır. Əgər uşaq 2500 qram çəkidən, aşağı çəki ilə doğulubsa, bu uşaq artıq gestasiya həftəsinə görə az kütləli uşaq deməkdir. Və bu uşaqların əksəriyyəti normalda 3 yaşına qədər həmyaşıtlarına gəlib çatır. Yəni, kilo və boy cəhətdən fiziki inkişaflarını toparlayırlar. Amma bəzən olur ki, 3-4 yaşlarına gəlib çatıb, amma hələ də inkişafı yerində deyil. Bu uşaqda artıq biz hormon araşdırmırıq. Yəni, boy hormonu çatışmazlığının olub-olmadığını araşdırmırıq. Ki, zaten burada boy hormonu çatışmazlığı olmur. Reseptor qəbulu orqanizmin zəif olur və burada hormonal dirənc olur. Özünün somatotrapini var bədənində, amma hüceyrələr onu qəbul edə bilmir. Çünki vaxtı ilə yarımçıq doğum və yaxud da vaxtında doğulub, amma az kütlə ilə doğuma bağlı olaraq o reseptorlar formalaşmayıb. Və hal-hazırda da orqanizmin hissəvi dərəcədə formalaşıb və ya heç formalaşmayıb, nəticədə uşağın boyunun geri qalmağına səbəb olur. Ona görə də Avropa və Amerikada yanaşma biraz fərqlidir. Avropada 3, Amerikada 4 yaşlarda təxminən bu uşaqlara, əgər yaşlarına gəlib çatmayıblarsa, boy hormonu başlanılır. Biz hal-hazırda 3-4 yaş arasında təbii ki, boy qısalığının dərəcəsini nəzərə alırıq, müalicə başlayırıq. Yəni, belə uşaqlar həddən artıq çoxdur və biz bunu 3-4 yaşlarda yox, gec görürük, 7-8 yaşlarda görürük. Və bu gestasiya yaşına görə az kütlə ilə doğulan uşaqda boy hormonu nə qədər gec başlanırsa, bir tək boydan geri qalma olmur. Onların metabolik disbalansı da olur. Gələcəkdə insulin dirənci olur, erkən cinsi inkişafı ola bilir, şəkər xəstəliyinə meyilli ola bilirlər. Ona görə belə az kütlə ilə doğumlu ailələrdə uşaqlar varsa, onlar daha diqqətli olmalıdırlar. Yəni, onların uşağı vaxtında doğulub, amma az kütlə ilə doğulubsa və ya yarımçıq doğulubsa, onlar fiziki inkişafın izləmini daha ciddi aparmalıdır. Həm pediatr onların daha ciddi aparmalıdır bu izləmi, amma bəzən olur ki, pediatra getmir də ailələr, belə hallarda olur. O ailələr bilməlidir ki, o uşaqların gələcəkdə inkişaf patologiyaları daha çox ola bilər. Vaxtında doğulanlarla müqayisədə. Nə ehtiyacı var ki, gələcəkdə uşaqların problemli olmasına görə hökmünü artıq verir o valideynlər? Bu heç də doğru qərar deyil, buna heç bir valideynin ixtiyarı yoxdur. Demirəm, istəyərəkdən bunu eləyirsiniz. Məlumatsızlıqdan, bir halda ki, həkim ekranlara məlumatlandırır, sosial şəbəkələr və s. Bundan yararlanmaq istəmirsinizsə, artıq bu İlham xanım, təkcə ailələrin problemi deyil bu, belə deyək. Bizi narahat edən məsələ odur ki, pediatrlar da burada doğru yanaşmırlar. Çünki və cavab olaraq ailələrə onu deyirlər ki, sizin uşaq onsuz da kiçik ölçüdə doğulmuşdu, kilo olaraq az şəkildə doğulmuşdu. Bunun belə inkişafı əslində normal sayılır. Təbii ki, yanlış bir şeydir. Yəni, əgər uşaq 3-4 yaşına çatıb və az kütləli uşaq olaraq doğulubsa, biz buna SQA uşaq deyirik, bu uşağın bu yaş dövründə geri qalması artıq burada hormonal müalicənin başlanmasına bir mənalı göstərişdir. Bunu valideynlər yox, bəzən pediatrlar da ləngidir. Yəni, ailələr burada diqqətli olmalıdır mütləq. Qısacası, doktor, neçə yaşından gələ bilərik? 0, yoxsa bəlli bir yaşda dediyiniz o təqibdən sonra? Normalda, əksəriyyət hallarda ciddi müalicələri 5 yaş üzəri başlayırıq. Amma bu demək deyil ki, 5 yaşa qədər biz uşağa heç bir müalicə etməyəcəyik. Mənim xəstəm var, 1 yaş 6 aylıqdır, boyu 70 cm-dir. Hansı ki, bu heç 1 yaşın norması deyil və burada panhipopituitarizm deyilən bir diaqnoz var. Yəni, beyin mənşəli, hipovizar mənşəli boy qısalığıdır. Orada təkcə boy qısalığı yox, həm də digər hormonal problemlər də var. Təbii ki, mən ona müalicə başlamalıydım və başlamışam da. Ona görə burada xüsusi başlanma yaşı yoxdur. Əgər siz övladınızda boydan, çəkidən geri qalma görürsünüzsə, yaşıtları ilə müqayisədə ən azından, orada hər hansı bir vaxt itirməyə, hansısa bir yaş periyoduna gətirib çatdırmağa ehtiyac yoxdur. Həmin anda da həkimə müraciət edə bilərsiniz. Yəni, bu müalicənin xüsusi başlanma yaşı yoxdur. Amma bitmə yaşı var. Yəni, elə xəstəliklər qrupu var ki, onlara nə vaxt biz
biz müalicə başlasaq nəticə əldə edə bilirik. Amma boy qısalıqlarında bəlli bir yaş periyodundan sonra heç bir şey edə bilmirik. Qızlarda daxili yaş 14, oğlanlarda 16 olduqdan sonra biz artıq müalicə edə bilmirik və nəticə əldə edə bilmirik. Ona görə nə qədər erkən müalicə başlansa, bir o qədər nəticəmiz daha uğurlu olur. Maksimum nə qədər uzada bilirsiniz? Baxın, bu boy qısalığının dərəcəsindən asılıdır. Ortalama bir rəqəm hormonal vəziyyətin, yəni gedişatın pisliyindən asılıdır, belədir. Təxminən yaxşı nəticələrimizə görə uşaq bir aya ortalama 1 sm artırır. Hansı ki, o uşaqlardan söhbət gedir ki, o uşaq normalda müalicəsiz qalanda ilə heç 2 sm böyümür. Halbuki biz onu boy hormonu ilə 1 ilə 10-12 sm artırmış oluruq. Məsələn, bugün bir uşağım gəlib, gestasiya yaşına görə az kütlə ilə doğumlu olan uşağı idi. Müalicəsini 5 yaşında başlamışıq, yeni bilmişik. Yəni, yeni müraciət ediblər mənə. Çox sevindim. 3 aya uşaq 5 sm boy artırıb. Bu, bizim üçün nəzərdə tutduğumuz normativdən də... 3 ay təbii yolla artıra bilməzdi. Təbii ki, yox. Burada müalicədə bizə bir mənalı boy hormonu lazımdır. Sizə qədər son 3 ayda artırmamışdı? Mənə qədər ümumiyyətlə uşaq yaşlarından çox-çox geri qalırdı. 4 ilə yaxın geri qalması var uşağın. Ciddi boy geriliyi yaşayır uşaq. Yəni, boy artımı olsa da ləng gedirdi. Yəni, baxın, 1 yaşından biraz böyük uşaq kimi bir boy göstəricisi var. Hansı ki, baxırsan ki, uşağın əqli inkişafı normaldır, davranışları yaşına görədir, amma ciddi geri qalır. Dur deyə biləcəyimiz nöqtə var. Müalicənin dayanması ilə mi bağlı olaraq? Orqanizmdə bəlkə oldu, dediyiniz o bağırsaqlarda sorulma problemi olmadı, orqanların disfunksiyası aradan qalxdı, funksional pozğunluq olmadı, məsəl üçün yediyi o diri canında qaldı məsələsi. Hormonlar, hər şey düzəldi və təbii yolla da o boy artımı verilən müalicədən dəstək alarsa, dur deyə biləcəyimiz nöqtə ola bilərmi? Ümumiyyətlə, biz qapımızdan girən hər qısa boylu uşağa hormonal müalicə başlamırıq. Bunu mən biraz əvvəldə qeyd etdim. Əsas səbəbə yönəlik müalicə aparılır. Yəni, birinci etiologiya təyin edilir. Əgər bir uşaqda çəki geriliyi, boy geriliyinə görə daha qabarıqdırsa, deməli, bunun çəki geriliyinə səbəb olan hər hansı xroniki bir problemi var. Xüsusilə də bağırsaq xəstəlikləri, selyakiya, malnutrisiona səbəb olan bir sıra xəstəliklər var ki, biz birinci onları araşdırırıq. Və əgər problem boy geriliyində məhz onlara bağlıdırsa, təbii ki, biz boy hormonundan fayda görməyəcəyik. Birinci, o orqanların doğru düzgün işlənməsini təmin etmək üçün pəhriz lazımdırsa pəhriz təyin edirik, müalicə lazımdırsa müalicə təyin edirik, kilo alımı lazımdırsa xüsusi mamalar təyin edirik, müasir protokollara əsasən. Bəli, təbii ki, yəni hər qısa boyda mütləq deyil ki, biz hormon başlayaq və hormonla nəticə əldə edək. Yəni, səbəb burada çox önəmlidir. Doktor, əgər altda yatan səbəb xromosom anomaliyasıdırsa, o zaman edə biləcəyimiz bir şey yoxdur. Burada da yaşın, təbii ki, çox olur. Burada da yaşın önəmi çox, belə deyək, əsas, necə deyək, o püf nöqtəsi deyirik də, yəni maraqlı məqamlardan biridir. Baxın, xüsusilə xromosom mutasiyaları Turner sindromu dediyimiz və qızlarda daha çox rast gəlinən bir xəstəliklər qrupu var ki, marfanda falanda boy daha hündür olur və onlarda başqa yanaşı ürək qüsurları olur, görmə problemləri olur və s. Daha çox xromosom mutasiyaları içində günümüzdə biz Turner sindromlu qız uşaqları görürük. Bu qızlar 12-13 yaşına çatmış şəkildə bizə gəlib çıxırlar və səbəb nə olur gəlməkdə? Əslində boy qısalığı olmur. Ailə narahat olur ki, uşağının sikli başlamayıb. Yəni, adəti başlamayıb. Ümumiyyətlə, cinsi inkişafı yoxdur uşağın. Və araşdıranda bəlli olur ki, burada səbəb Turner sindromudur. Xromosom mutasiyasıdır. X xromosomlarından biri yoxdur. Uşaq həm boydan geridir, həm cinsi inkişafdan geridir. O yaşda artıq biz boya ciddi təsir edə bilmirik və o uşaqların boyu 145 sm-dən yuxarı olmur. Proqnozları da təbii ki, yaxşı olmur. Burada tək məsələ boy məsələsi deyil, cinsi inkişaflarla da artıq müalicəyə başlamalı oluruq ki, yanaşı olaraq onlarda artıq sümük osteoporozu falanı başlamasın. Yəni, bu xəstəliklər çox ağır xəstəliklər qrupudur, amma çox gec bizə gəlib çıxır bunlar. Səbəb də ailələrin boy qısalığına vaxtında düzgün nəzarət etməməsidir. O zaman yalnız gəlib çıxırlar ki, qızının 12-13 yaşı var, 14 yaşı var, sikli başlamayıb, yəni adət yoxdur. Amma onlar 4-5 il bundan öncəsində o uşaqda olan boy qısalığını görməmişdi. Hansı ki, vaxtında görsəydilər, daha yaxşı nəticə təbii ki, əldə edə bilərdik. Bugün hər bir halda 0-18 yaş daxil valideyn uşağını alıb gətirə bilər. Boy, çəki və s. digər endokrin
hər hansı bir problem varmı, onu araşdıra bilər. Unutmayın, gecikdiyimiz halda endokrin problemlər çox ağır fəsadlarla bizi qarşı-qarşıya qoyur və xüsusilə də uşaqların boyatmasından danışdığımız halda boyatmanın normaları var. Yaşına görə bölmüş olsaq, ilkin müayinəsi də əlbəttə müqayisədən başlayır, yaşıtları ilə müqayisədən. İkincili əlamətlər və s. Samira xanım çox gözəl peşəkar, mütəxəssisdir deyərdim bu sahədə. Yəni uşaqlarınıza etibar eləyə bilərsiniz. Uzun müddətdir tanıyıram və nəticələri çox müsbət gördükcə sevinirəm ki, belə mütəxəssislər Respublikada var. Samira xanım, mən sizə təşəkkür edirəm. Minnətdaram gəldiyinizə görə. İşlərinizə də uğurlar arzu edirəm. Çətindir bir pediatrik sahədə az yaşlıları, onların inkişafına təkan vermək, var olan problemləri aradan qaldırmaq çox çətindir. Nə yaxşı ki, bunun ötəsindən çox gözəl şəkildə, mükəmməl şəkildə gəlirsiniz. Çox sağ olun, çox sağ olun. Əsas odur ki, səhvə yol dəyər verilir. verdiyiniz üçün. Biraz öncə dediyim kimi o dur nöqtəsini bilirsiniz. O reseptorlar tam qapanıb, onları aktivləşdirmək və ya bloklamaq və s. Bütün bunlar elm tələb eləyir. Bütün bunlar bilik tələb eləyir. Həmin xanım, biz hər gün oxuyuruq, hər gün araşdırırıq. Elə xəstəliklər var ki, standart xəstəliklərdən deyil. Biz lazım olur o xəstəliyə yönəlib bugünün protokolunu araşdırıb baxırıq. Həkimlik elə bir sahədir ki, tibb ümumiyyətlə hər gün yenilənir. Tibbdə hər gün yeni məqalələr olur, hər gün yeni yanaşmalar görülür və biz də bunlardan agah olmasaq, təbii ki, uşaqların müalicələri doğru getməz. Ona görə biz də işimizi sevə-sevə yerinə yetirməyə çalışırıq. Bir də bir neçə saniyəlik qısaca bir sizə təşəkkür etmək istərdim. Nəyə görə? Sizin efirinizin sayəsində artıq bir neçə dəfələr biz bu mövzularla bağlı müzakirələr aparmışıq. İnsanlarda, ailələrdə fərqindəlik yaranıb və mənə çox xoş olur ki, ailələr heç bir problem görmədiyi halda belə profilaktik müayinəyə gətirirlər övladlarını və deyirlər ki, doktor, sadəcə bilmək istəyirik ki, proqnoz necədir, hal-hazırda vəziyyət necədir, gələcəkdə bizi nələr gözləyir, hansısa problem ola bilərmi? Bu sevindirici haldır və günü-gündən belə ailələrin statistikası artır. Sizlərin burada böyük əməyi var, həqiqətən çox sağ olun. O bir kəlmə var, yatırım. Əgər ailə övladına yatırım etmək istəyirsə, ev, maşın, pul, bunlar deyil. Sağlamlıq bəxş eləyir. Sağlamlıq, təhsili belə çox Şəxsən mən özümü önemli. dünyanın ən zəngin adamı nəzərlərdən uzaq hesab eləyirəm. Çünki sağlamam. Valideynim bunu ömrünün sonuna qədər təmin edib və nə yaxşı ki, bu yaşda da heç bir problemlə qarşılaşmamışıq. Yəni, ən böyük zənginlik sağlamlıqdır. Ən böyük zənginlik sağlamlıqdır. Təkrar edirəm. Unutmayın. Ona görə övladlarınızı gələcəkdə zəngin görmək istəyirsinizsə, vaxtında, zamanında elə baş qaldıran bütün simptomlarına görə ixtisas həkimlərinə aparmağınız məsləhət görülür. Xatırladım, 1-3-5-ci günlər referans klinikasının Nəsibin filialında olacaq Samira xanım və 2-4-6-cı günlər Leyla Medikal Centerdə fəaliyyətini davam etdirir. Uşaq endokrinoloqu, pediatrik endokrinoloq Samira Nəsibova studiyamızın həkim qonağı idi. Təşəkkür edirəm. Xoş oldu sizinlə söhbət. Çox sağ olun. Geyimə görə Lady Charm mağazasına təşəkkürümü bildirim. Xanımlara səslənmək istəyirəm. Yeni kolleksiyalar var. Xanımlar, bilirsiniz ki, Lady Charm mağazasının Respublikada bir neçə filialı var. Nərimanov metro stansiyasının yaxınlığında yerləşən filialından müxtəlif geyimləri əldə edirəm. Ara sıra geyinib sizlərə nümayiş edəcəm, amma gedib yaxından görməyiniz məsləhətli əldə edə bilərsiniz. Gələn görüşlərə də hələlik.